Türk dilində çox önəmli bir kəlmədən danışacağam. Qut kəlməsi. Qut kəlməsi tarix boyu bizim şəxs adlarında və yer adlarında işlənilibdir. Ancaq nə anlama gəlir? Bəxt, iqbal, bəxtəvərlik, səd və tanrısal mərhəmət anlamlarına gəlir. Bu üzdən də şəxs adlarında çox işlənilibdir. Məsələn, bizim Səlcuqlu dönəmi Türk hökmdar Qutalmış adında və ya gəlirik Elxani dönəmində şəxslərin adında çox görürük bunu. Qutluqşah kimi və ya Qazanxanın qızı Olcay Qutluğun adlarında və eləcə çoxlu insanların adında biz bunu görürük. Və mübarək anlamına gəlir və hər kim bu adı daşır, ona bəxtəvərlik arzusuyla bağlanılır deməkdir. Ya məsələ Qeyxatu xan, Elxani hökmdarı Azərbaycanda bir şəhər tikdirir və onun adını Qutluq balığı qoyur və yer adlarında da biz bunu görürük. İndi də mübarək yerinə bəzən qutlu kəlməsini işlədirik. Doğum günün qutlu olsun. Yəni bəxtlə olsun, səadlə olsun, mübarək olsun. Ancaq siyasi düşüncəyə gəlincə, türklərin arasında qut sahibi olan insan bir siyasi başçı və ya dini başçı olardı. Buna bənzər məfhum başqa millətlərdə də vardı. Məsələn, farscadakı Fərrəyi İzədini düşünün və ya məsələn Budizmdəki Chakravartini düşünün. Bunlar hamısı Tanrıdan verilən bir mərhəmətlə bir hökmranın və ya bir dini başçının o insanların içərisində başa keçib onları yönləndirmə gücə sahib olmasını göstərir. Ancaq bu qut kəlməsi həmişə də müsbət anlamda işlənilməyibdir. Necə ki, bəzi dil bilimçilər qudurmaq və quduz kəlmələrinin də kökünü bu qut kəlməsinə bağlırlar. Yəni deyirlər, bəzən qut qudurmağa və quduzmağa da bais olur. Mən də buna inanıram. Sizə açıqlayım nədən. Öncəliklə buna işarə edim ki, bu qudurmağın qut kəlməsindən alınması Fransa dilində də qarşılığı vardı. Necə ki, Fransa dilində qığas kəlməsi, yəni qut mərhəmət anlamına gəlir və onun kənarında qığasyu, yəni dəli anlamı da burdan alınmadır və elədir ki, biz də deyirik türküdə böyük ehtimalla qudurmaq və quduz kəlməsi də qut kökündən alınmışdır. Dəli anlamına və ya quduzmuş anlamına gəlir. Qut nə qədərcə böyük mərhəmət olsa, o həddə də hər insana yaramaz və hər insan bunu qaldıramaz. O üzdən də bu qut bəzi insanları qudurdar. Şamanları düşünün, istəyirlər Tanrıya bağlansınlar və ya əcdad ruhlarına bağlansınlar və o qutu aldıqdan sonra dəlilər kimi başlayırlar təbil çalmağa və ya bəzi hərəkətlər görürlər ki, adi halətdə onların görməyi mümkün deyil. Bu üzdən də onlar o quta bağlanaraq qudururlar. Yəni onu qaldırmağa çalışırlar. Və ya bəzi insanlarda bu qut heç qaldırılmır və dəliyə çönürlər. Bu üzdən də bizim cəmiyyətlər qədimdən dəlilərin bir qud daşımağına da inanmışlar. Mən yadıma gəlir, bizim məhəllədə bəzilər var idi, dəli ləqəbi də daşırdılar və insanlar ondan qorxurdular. Eyni zamanda onu ələ salsalar da, yenə də ona inanırdılar və onun saflığı, onun qud daşımağı bais olur ki, ona ehtiramda qoysunlar. Necə ki, bizim indi də öləndən sonra onların ruhlarına nəzir deyilir, qəbirləri ziyarət olunur. Qayıtsaq siyasi düşüncəyə, bir cəmiyyətə hökmünü sürən dini başçı və ya siyasi başçı təxtə çıxmağın Allahın onu bağışladığı qutla olmasını bildik. Ancaq bu başçılar da bəzən bu qutu qaldıranmırlar və qudururlar, dəli olurlar və öz xalqının başına bəla olurlar. Və o zamandır ki, insanlar bir başqa qutla onu təxtdən yendirib və tanrısal mərhəməti daha uyğun insana bağışlamaları gözlənilir. Bu başçılar öz xalqlarına nə qədər zülm etsələr də, insanlar nə qədər cana gəlib bunu təxtdən endirsələr də, amma yenə də dəlilərdə olduğu kimi bunların da bir qut daşımaqları gözə alınırdı. Necə ki, bizim tariximizdə də Hülakü xanı görün, gəlir Bəğdadı alır, ancaq Bəğdad xəlifəsi nə qədər də zalim onun gözündə olsa, bir qut daşımağı gözə alınır və onu xalçanın içərisində qanı yerə tökülmədən
öldürülməsinə əmr verir. Bu çox maraqlı bir mövzudur və ilk olaraq Ankarada əziz tarixçi qardaşım Tuncay Köse ilə danışdığımda bu fikri öyrənmişdim və o zamandan bəri də bunun üzərində çalışıram və sizinlə paylaşdığıma da çox sevindim. Mən də sevinərəm ki, siz kanalıma abunə olasınız və bərabər belə bir məsələləri danışaq. Çox sağ olun, var olun. Görüşmək üzərə.